Nicat, yaman qəmlisən. Qəmli olaram da və Qurtlar Vadisi tutarıb təzə bölüm çıxmır, bu bir. İkincisi də ki, BSD Benoit Saint-Denis adından bilindiyi kimi bir Fransız döyüşçüsü deyək buna. Döyüşçü Benil Dariush'la danışır, bizim torpaqlardan, qədim Assuriya torpaqlarından olan İran əsilli bir döyüşçü ilə danışır və təəssüf ki, həmin o İran əsilli döyüşçünün artıq yaşı o yaş deyil, 38 yaşı var və Benoit Saint-Denis'dəki get-gedə inkişaf edən son döyüşdə biz onu Mauricio Rufi ilə gördük ki, demək, Rufini elə bir ki, yoldan keçən bir döyüşçü kimi göstərdi. Rufini biz elə tanımırdıq, Rufini biz elə bilirdik ki, atiki taxırsa, söz var, deyir, biz atiki taxırıq da, yəni istər-istəməz hörmət edirsən. Biz dedik ki, atiki taxırsa nəsə bir müəllimlik eləyər, nəsə öyrədər, amma yox, gördük ki, öyrənəcək çox şey var imiş. BSD son vaxtlar çox inkişaf edibdi. Onsuz da Benoit Saint-Denis'in əsas gözdən düşməyi Dustin Poirier nakautu ilə olmuşdu, çünki orada gözümüzə çox qaldırmışdıq. Amma Dustin orada bizə göstərdi ki, there are levels in this stuff. Amma ki, mənə elə gəlir ki, BSD buradan lazımlı dərs alır. Dustin də onsuz da elə belə rəqib deyil, Dustin elə məğlub olmaq elə problemli bir şey deyil, sadəcə biz orada biraz səhv eləmişdik. Və Benili də biraz elə düzgün vaxtında yaxalayıb. Bu döyüşün də məqsədi şəxsən mənə elə gəlir ki, ondan ibarətdir ki, bütün Qurtlar Vadisi fanatlarının qanını qaraltsınlar və Benil Dariush'u artıq aşağıya doğru çəkərək BSD-ni daha da yüksəlsinlər. Çünki Rufi ilə döyüşdə məqsəd Rufini yüksəltmək idi. UFC-ni də biz bilirik ki, həmişə dalğa haradsa o ilə gedir də, deyir ki, they are going with the flow. Ona görə də yəni gördülər ki, yox, Rufi temada öyrəymiş, keçdilər BSD-yə və indi BSD-yə həmin o uyğun rəqibi veriblər ki, biraz da onu qabağa aparsınlar. Lightweight-də güləşçi az idi, biraz da güləşçi sayını artırsınlar, məsləhətdə olsun. Amma mənə elə gəlir ki, Benil Dariush nə qədər deyir, aslan qocalsa da aslandır da, nə qədər yaşlaşsa da, onun jiu-jitsusu öz yerindədir, ADC-də aldığı medalları öz yerindədir və ona görə də BSD-nin Rufiyə elədiyi kimi bir submission eləyə biləcəyi mənə məntiqli gəlmir. Məncə BSD daha çox kontrolla, yerdə saxlamaqla və s. və yaxud da ola bilməz məncə. Yerdə saxlamaqla elə decision sayəsində Benil Dariush'a qalib gəlir. Olmadı elə, oldu gördü ki, yerdə saxladı, özünə təhlükə olur. Elə ayaqda yüngülvari cəb, biraz yoraraq elə son nəticədə decisiondan çox da tamaşaçıların razı qalmayacağı bir decision şəkli ilə BSD-dən qələbə gözləyirəm. İstəməsəm də gözləyirəm.